yuxarıda tətbiq olunmuş sürət həddi nişanlarına. Soldakı lövhənin altındakı sarı oxa bax. Nə göstərir? Bizə istiqaməti bildirirmi ki, zolağı dəyiş? Keçid elə orta zolağa, yəni sol zolaqdakılara məlumat ötürür, düzü? Cüzi qaza toxunuruq. Çünki qarşıda sol zolaq təxirə düşəcək. Bununla bağlı gör nə qədər öncədən bizə məlumat ötürülür, düzü? İndi bir balaca qazdan ayağımızı götürək və burada bax, sol zolağa bax. Görsənmi? Yox, yerdəki nişanlanma xəttinə baxaq. Görsən, oxlar da göstərir də bizə, düzü? Yəni, cüzi qaza toxun. Burada sol zolaq təxirə düşəcək, düzdür? Təəssüf hissi ilə deyirəm ki, bu məlumat verici nişanlar bütün yollarda tətbiq olunmayıb. Əksər yollarda deyərdim hətta, tətbiq olunmayıb. Amma olan yerlər də var, az deyil. Yəni, uzağa və geniş baxanda biz harda sol zolağın təxirə düşəcəyini, yolun harda sağdan daralacağını, yaxud da genişlənəcəyini, eləcə də işıq foru, qəzanı, bütün ünsürləri öncədən görüb tədbir ala bilirik. Ona görə də maksimum dərəcədə uzağa və geniş baxmalıyıq.